Bundan sonra ikinci səbəb olaraq insanı günahlardan xilas edən səbəblərdən ikincisi sevgi məşhədidir. Yəni insanın günahları Allahı sevərək tərk etməsidir. Necə ki, فَإِنَّ الْمُحِبَّ لِمَنْ يُحِبُّ مُطِيعُ Həqiqətən sevən, sevdiyinə itaət edəndir. Və buna görə də tərk edənlər içərisində ən əfsəl, ən üstün olan sevərək, yəni Allahı sevərək günahları tərk edəndir. Necə ki, ibadətlər, itaətlər içərisində də sevərək itaəti yerinə yetirənlə qorxaraq günahı tərk edib, qorxaraq ibadət edən eyni deyildir. Sözsüz ki, insanın qəlbində bunların üçü də olmalıdır: sevgi, qorxu, ümid, lakin bunların ən üstünü sevgidir. Deməli, səbəblərdən, günahlardan xilas olmaq üçün yardım edən səbəblərdən ikinci sevgidir. Necə ki, Allah Teala buyurur: وَالَّذ۪ينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلّٰهِ İman gətirənlərin Allaha olan sevgisi daha üstündür. Əgər insan qəlbini Allah sevgisi ilə məşğul edərsə, onu Allahı qəzəbləndirən, Allahın qəzəbinə gələn işlərdən yayındıracaq. Çünki günahlar və asiliklər insana Allahdan olan sevgisinin payını itirir. Yəni, nə qədər günah edərsə, günahları çoxaldarsa və bir o qədər o insanın o sevgidən payı azalır. Çünki doğru sevgi insandan Allahın əmirlərinə boyun əyməyi, qadağalarından çəkinməyi gərəkdirir, tələb edir. Necə ki, Allah Teala Əl-İmran surəsində buyurur: "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullahu və yaghfir lakum zunubakum." De ki, əgər siz Allahı sevirsinizsə, mənə tabe olun. Onda Allah sizi sevər və günahlarınızı bağışlayar. Və Şafi rahimehullah deyir ki, öz şeirində: "Ta'sil ilaha və ente tudhiru hubbehu." Sən ilaha, yəni Allaha asi olursan və özün də Allahı sevdiyini iddia edirsən. "Hada muhalun fil qiyas badi'u." Həqiqətən bu müqayisədə düzgün olmayan bir işdir. "Law kana hubbuka sadiqan la ata'tahu." Əgər sənin sevgin doğru olsaydı, sadiq sevgi olsaydı, itaat edərdin. "İnnel muhibbe limen yuhibbu muti'u." Həqiqətən sevən sevdiyinə itaat edəndir.